Bakı Slavyan Universitetində İnklüziv Təhsillə İnklüziv Cəmiyyətə adlı 3-cü beynəlxalq elmi konfransımızı keçirdirik. Bu konfransın əsas məqsədi ali təhsil müəssisəsində, kadr hazırlıq prosesində inklüziv təhsilin tələblərinin nəzərə alınması və bu istiqamətdə həm müxtəlif ali təhsil müəssisələri ilə birlikdə elmi müzakirələrin aparılması və eləcə də əldə edilmiş nəticələrin tədris prosesinə tətbiqi məqsədi daşıyır. Bu konfrans vasitəsilə əldə etdiyimiz və edəcəyimiz nəticələrin gələcəkdə həm tədris prosesinə, həm də tədqiqat prosesinə öz töhfəsini verəcəyinə inanırıq. Bugün Bakı Slavyan Universitetində İnklüziv Təhsildən İnklüziv Cəmiyyətə, bərabər imkanlar və dayanıqlı inkişaf mövzusunda keçirilən elmi konfransı yüksək qiymətləndiririk. Düşünürəm ki, bu sahədə müzakirə olunacaq çox saylı vacib və həlledici məsələlər mövcuddur. Əminəm ki, beynəlxalq konfrans çərçivəsində xarici həmkarlarımız tərəfindən dəyərli fikir və ideyalar səsləndiriləcək, İnklüziv təhsilin inkişafına töhfə veriləcək. Bu konfransda bizim dünyanın müxtəlif ölkələrinin, aparıcı universitetlərinin mütəxəssisləri dəvət olunur. O cümlədən ölkəmizdə maraqlı universitetin nümayəndələri, rəhbərləri bu konfransda iştirak edir və bu konfransların praktik əhəmiyyəti olubdur. Artıq ötən illər ərzində bu konfranslarda iştirakdan irəli gələn nəticələr müxtəlif universitetlərdə mərkəzlərin açılması ilə nəticələnib. O cümlədən Bakı Slavyan Universitetində belə bir mühüm mərkəz yaranıb və artıq bu ildə Naxçıvan Dövlət Universitetində biz İnklüziv Təhsil Mərkəzinin açılışını eləmişik.